Uzun müddətdir ki, adını eşidib görmək istədiyim Şamaxı Safari Parkına nəhayət ki gəldik. Səhər yola çıxanda hava elə təmiz və şəffaf idi ki, sanki hər nəfəsimizlə sinəmizə dağların o saf havası dolurdu. Yolda irəlilədikcə mənzərələr bir-birini əvəz edirdi. Yamyaşıl meşələr, günəşin işığına qərq olmuş çöllər, dumanın yüngül toxunuşu ilə örtülmüş dağ silsilələri. Hər tərəf elə sakit və estetik idi ki, elə bir təbiət filmində iştirak edirdik. Burada gəzinti adi maşınla deyil, xüsusi safari avtomobillərində olur. Bu da həyəcanı 2 qat artırır. Çünki özünü Afrika safari turlarındakı kimi hiss edirsən. Yol boyu qarşımıza marallar, ceyranlar, bizonlar, dəvə quşlar, alpakalar çıxdı. Safari gəzintisinin ən maraqlı anı alpaka və lamalarla olan görüşümüz oldu. Maşından düşən kimi uzaqdan bizə baxan bir neçə alpaka vardı. Elə bir maraqlanmışdılar. Görəsən kim gəlib? Bir neçə saniyə sonra bizi görən kimi yavaş-yavaş, sonra isə sevinə-sevinə biz tərəfə yaxınlaşmağa başladılar. Həmin an çox şirin və biraz həyəcanlı idi. Çünki onların bu qədər mehriban olacağını gözləmirdik. Biz onlara yaxınlaşanda heç qaçmadılar. Əksinə sanki poz verdilər. Biz də fürsəti qaçırmayıb boluca şəkil çəkdirdik. Bəziləri kameraya düz baxırdı, bəziləri isə yana çevrilib modellər kimi dayanmışdı. Uzaqdan görünən maral sürüsü bir anda mənzərəyə uyğunlaşmışdı. Boz yaşıl fonun içində bədənlərin qəhvəyi və qızılı tonları günəşin işığı ilə parıldayırdı. Bu dəfəki safari gəzintimizdən çox zövq aldıq. Sizə də bura gəlməyə tövsiyə edirik.